Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-nin efirindəsiz. Studiyada Aytət Ziyaddinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. Nüvə danışıqları daha böyük güzəştlərə səbəb ola bilər. İran və Amerika danışıqları Cenevrə və Omanda davam etdiriləcək. İsrail mediası İran-Amerika danışıqları uğursuzluqla nəticələnəcək. Xatəmi, Amerika ilə danışıqlar Quranın əmridir. Putin atəşkəsin vaxtını uzatmadı. İndi isə daha ətraflı. Dünən axşam saatlarında Urmunun Ada kəndində baş verən hadisə nəticəsində 6 nəfər həlak olub. Bu barədə Qərbi Azərbaycan əyalətinin təcili yardım mərkəzinin başçısı Fərzin Rızazadə məlumat yayıb. O, ölən 6 nəfərin 30 və 40 yaşlarında olduğunu deyib. Rızazadə həlak olanların ikisinin qadın və 4-ünün kişi olduğunu desə də, onların ölüm səbəbləri barədə açıqlama verməyib və məsələ ilə bağlı araşdırmalar aparıldığını bildirib. İranın ali rəhbərinin nümayəndəsi tərəfindən idarə olunan Kayhan qəzeti xəbərdarlıq edib ki, Amerika ilə aparılan nüvə danışıqları İranın raket imkanları və regional təsirləri ilə bağlı daha böyük güzəştlərə gətirib çıxara bilər. Nəşrin iddiasına görə Amerika nüvə danışıqlarını İranın digər təsir imkanlarına müdaxilə etmək üçün fürsət kimi görür. Məruzədə bildirilir ki, İran danışıqlarda öz raket və PUA sənayesinin inkişafında güzəştlərə getsə və bölgədəki müttəfiqlərini tərk etsə, onda qarşı tərəfin İrana hücum etməmək üçün heç bir səbəbi qalmayacaq. Mühafizəkar qanaddan olan qəzetin məruzəsində nüvə müzakirələrində səthi irəliləyişlərə aldanmamaq barədə xəbərdarlıq edilib və bunun İranı sonsuz danışıqlara cəlb etmək üçün tələ ola biləcəyini bildirib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı aprelin 20-si gecə saatlarında İsveçli həmkarı İgnazio Kassis və Pakistanlı həmkarı Məhəmməd İsaqdar ilə telefonla danışıb. Nazirlər telefon danışığında iki tərəfli və regional məsələləri müzakirə ediblər. İsveçrə Xarici İşlər Naziri Ignazio Kassis İran ilə Amerika arasında keçirilən dolayı danışıqlar prosesindən ölkənin məmnunluğunu bildirib. Lazımi dəstək verməyə hazır olduğunu bəyan edib. İran və Amerika arasında danışıqların növbəti 2 raundu gələn həftə Cenevrədə, bir həftə sonra isə Omanda keçiriləcək. Bu barədə Britaniyanın The Guardian qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb. Nəşr bildirib ki, növbəti rəsmi danışıqlar Cenevrədə baş tutacaq. Ardınca gələn həftə sonu Omanda yüksək səviyyəli daha bir diplomatik görüş keçiriləcək. Qeyd edək ki, aprelin 12-sində Omanda Amerika prezidentinin yaxın şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoffla İranın Xarici İşlər Naziri Abbas Əraqçı arasında dolayı danışıqların birinci raundu keçirilib. İsrailin Hayom qəzeti bildirib ki, İsrailli qeyri-hökumət mənbə yaxınlarda yüksək səviyyəli Amerikalı rəsmi ilə danışıb və həmin şəxs bildirib ki, İran ilə Amerika arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda əldə olunan irəliləyişlərdən İsrail narahat olmamalıdır. Hayom nəşri mənbəyə istinadən bildirib. Amerika prezidenti Donald Trump İran rejimindən qaynaqlanan təhlükənin ciddiliyinin tam şəkildə fərqindədir. Amerika prezidenti danışıqları öz üslubunda aparır və tam olaraq nə etdiyini bilir. Amerikalı rəsminin proqnozuna görə Vaşinqton və Tehran arasında 2 raund danışıqlarda müəyyən irəliləyişlər olmasına baxmayaraq, ABŞ-nin tam tələblərinin təqdim olunmasından sonra bu danışıqların nəticəsiz bitəcəyi ehtimal olunur. İsraili mənbənin dediyinə görə Amerikalılar Trump administrasiyasının əsas tələblərindən geri çəkilməlidirlər. Hayom nəşri adı açıqlanmayan mənbəyə istinadən yazıb. İranın nüvə infrastrukturunun Liviya modeli əsasında tam yığışdırılması, ballistik raket proqramının dayandırılması və İranın yaxın şərqdəki proksi qruplarına dəstəyinin sona çatdırılması İran qarşısında irəli sürülən əsas şərtlər kimi qalmaqdadır. Amerika ilə dolayı danışıqlar Quranın uyğun ayəsinə əsasən keçirilir. Quranda deyilib ki, sizinlə müzakirə etmək istəyənlərlə müzakirə edin. Bunu Tehranın Cümə imamı və Əli Xameyninin nümayəndəsi Əhməd Xatəmi deyib.
Cümə imamı bildirib, danışıqlar yalnız nüvə proqramı ilə bağlıdır. Bundan başqa mövzularda danışmamışıq, danışmırıq və danışmayacağıq. O İranın proksi qüvvələrinin, o cümlədən Hizbullahın tərk islah edilməsi ilə bağlı məsələlərə də toxunub və bunun mümkün olmayacağını və yuxu xəyal olduğunu söyləyib. Qeyd edək ki, bir müddət əvvəl Əhməd Hatəmi ABŞ ilə danışıqlar barədə bəyanatları kəskin pisləyib və buna razılıq verənləri təhqir etmiş. Onları şərəfsiz və satqın adlandırmışdı. Hazırki danışıqlar isə onun rəhbəri Əli Xamneyninin razılığından sonra başlayıb.